Bu verilişin girişində deyəcəyim sözlər təvazökarlıqdan uzaq görünə bilər. Amma mən 2011-ci ildə dəfələrlə, günlərlə israr edib bu görüntüləri çəkməsəydim, yəqin ki, bugün haqqında Wikipedia mənbəyində daxil olmaqla heç yerdə nə məlumat, nə də bir səliqəli görüntü, video olacaqdı. Hamı onu əyyaş şair kimi tanıyırdı. Bu reportajdan sonra bəlli oldu ki, o Bayronu, Şekspiri, Hugonu, Hafizi və Şərq-Qərb klassiklərinin hamısını oxuyub. Yəni bizə zamanında sadə şeirlər yazan, avtobus sürücüsü kimi tanıdığımız Eyvaz əslində dərin bir oxucu olub. Bu adam yetim Eyvaz kimi tanıdığımız Eyvaz Qurbanovdur. Toylara qiymət danışmayan, dostunun telefonundakı bir şeiri ilə bütün Azərbaycanda məşhurlaşan, şeirə görə ailəsi ilə boşanan yetim Eyvaz. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə keçmiş Dəvəçi rayonunun Qələgah kəndində doğulub. Bütün mənbələrdə onun Siyəzəndə doğulduğu deyilsə də, şairin 2012-ci ildə az əvvəl söz açdığım mənə verdiyi müsahibəsində bunun əksini görürük. O, Şabranda, yəni keçmiş Dəvəçi rayonunda doğulduğunu öz dili ilə deyir. Onun 40 yaşının tamam olduğu gün Xocalı faciəsi baş verir və bir çoxuna 40 yaşı qeyd eləmək düşmür, amma Eyvazın taleyində 40 yaş daha qlobal bir faciə ilə yadda qalır. Eyvazın 40 yaşından sonraki bütün doğum günləri faciəyə təsadüf etdiyindən həmin gün doğum gününə qeyd etməkdən vaz keçir, eyni zamanda Xocalıda şəhid olan Əlif Hacıyevində hərbi xidmət, yəni əskər yoldaşı olub. O, 1958-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına bir nömrəli məktəbin ilk sinifinə gedib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uzun illər toylarda müğənnilik fəaliyyəti göstərib. Əməliyyat olunduqdan sonra isə səsi batıb. Yağış yağır, ona qurban olum. Əcəbi yağır, ona qurban olum. Ardınca düz 21 il avtobus sürücüsü işləyib. 14 yaşından şeir yazmağa başlayıb. Yetim təxəllüsünü də sürücü işlədiyi zamanlarda qazanıb. Özü barədə tez-tez yetim uşağam deyən Eyvaz, qarajdakı digər sürücülər tərəfindən yetim adlandırıb. Dostu Şirəlinin telefonunda Azərbaycana yayılan Yaz yağışı şeiri ilə bir gecəyə, bir günə məşhurlaşıb. Elə yağ ki, qoy istansın əlimdəki qələm, varaq, yadımdadır necə yağdım, düz 30 il bundan qabaq. Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu var. Yetim Eyvazın ayrıldığı həyat yoldaşında qalan övladlarından biri Akşinin 2018-ci ildə cinsini dəyişməsi ilə bağlı xəbərlər yayılıb. Mətbuatın yazdığına görə Akşin də müğənnilik fəaliyyəti ilə məşğul olub. Hətta səs yarışmasına da qatılan Akşinin cinsini Türkiyədə dəyişdiyi qeyd olunur və hazırda hansı adı daşıdığı da bilinmir və harada yaşadığı da dəqiq məlum deyil. Mətbuat onu da yazmışdı ki, Akşin heç atasının yasına da, dəfninə də gəlməyib, iştirak etməyib. Yetim Eyvaz özünə heç vaxt şair deməyib və şair adlandırılmağını da qəbul eləməyib. O müsahibəsində deyir ki, Füzuli olan yerdə mənim özümə şair deməyim ayıbdır. 2500-dən çox şeir və qəzəli var. Təəssüf ki, həmin şeirlərin böyük hissəsi itib. Çünki Eyvaz özü sənədəftər olduğundan həmin şeirlərin qeydinə ehtiyac görməyib və təəssüf ki, həmin şeirlər də qalmayıb. Bugün sosial şəbəkələrdə şairin öz dilindən səslənən şeirlərindən savayı demək olar ki, mətni yoxdur. Onun Yaz yağışı adlı kitabı nəşr olunsa da, hazırda həmin kitab da mənbə kimi qalmayıb. Əziz tamaşaçılar, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı artıq yenidən nəşr olunub və bizdən bu kitabı soruşan şəxslərə, tamaşaçılara özümüzü tutaraq kitabı yenidən təqdim edirik. Qeyd edək ki, kitabda Azərbaycanı rəhbərlik etmiş şəxslərin, hökmdarların buraxdığı səhvlərdən danışılır. Bu səhvlər olmasaydı, yəqin ki, bizim bugünkü həyatımız tamam başqa olacaqdı. Kitabı almaq istəyən şəxslər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.
Bir dəfə qışda pivə içdiyinə görə bir restoranda lağa qoyulub. Onunla məzələnən oğlanla çölə çıxıblar. Həmin şəxs restoranın sahibinin qardaşı imiş. Eyvaz həmin oğlanı müdafiə edənlərə deyib ki, bu adam oğraşdır. Onu döymək istədikləri an biri soruşub ki, bəs sən nəsən? Eyvaz da deyib ki, mən yetim Eyvazam. Bu sözdən sonra hamı ondan üzr istəyib qayıdıblar. Özü müsahibəsində deyir ki, ailəsi ilə şeirə görə boşanıb. Övladlarını evləndirdikdən sonra həyat yoldaşı ilə şeir üstündə mübahisə edib. Yoldaşı ondan şeirlərindəki qadının kim olduğunu soruşub. Dəfələrlə təkrarlanan bu hadisədən sonra Eyvaz evdən bir dəfəlik gedib. 2016-cı ildə əməliyyat olunub. Həkim ona spirtli içkini qadağan etsə də Eyvaz özünə bunu qadağan edə bilməyib və deyib ki, mən hamıya demişəm ki, pənco içəsən gərək. İndi necə deyim ki, pəhrizdəyəm. Allahın verdiyi ömür nədirsə, onu da yaşayacağam. Beləliklə, yetim Eyvaz bu hadisədən bir neçə ay sonra 2017-ci ilin 23 iyulunda trombdan vəfat edir. Təbii ki, yetim Eyvaz samballı sənət nümunələri yaratmadı. Onun yazdıqları heç ədəbiyyat səhifələrində də qalmayacaq. Ancaq bütün bunlarla yanaşı heç kəs dana bilməz ki, bir zamanlar milyonlarla insanın demək istədiyini demiş, milyonlarla insanın ürəyinə təskini gətirmiş və onların könlündə taxt qurmuş bir adam var idi. Bu adam yetim Eyvaz idi. Yetim Eyvaz həm də şeir, ədəbiyyat adamları üçün, xüsusən də az tanınan, tanınmayan adamlar üçün bir nümunə idi. Bəlkə də Eyvazda tanınmağın, sevilməyin bir resepti var idi və bu resepti hamıla da rahatlıqla paylaşırdı. Reseptin adı sadəlik idi. O heç vaxt özünə şair demirdi, heç vaxt da şeirləri çox bəyəniləndə, haqqında gözəl sözlər deyiləndə həmin insanlara baxıb təşəkkür eləyə bilmirdi. Başını aşağı salırdı və xahiş edirdi ki, məni tərifləməyin, bu təriflərin qabağında dözə bilmirəm. Yəni, özünü daim aşağılaya, bütün şeirlərini insanların gözündən salan, yəni yaxşı mənada gözündən salan şair sonunda bir an içində bir çoxlar tərəfindən sevilən insana çevrildi. Azərbaycan televiziyalarında demək olar ki, görünməyən və samballı məclislərdə də bir çox vaxt görünməyən bu şəxs qəribə bir formada insanların sevgisini qazandı və bu sevgi onun yoxluğunda da, yəni ölümündən bugün 8 il ötməsinə baxmayaraq yenə də qalmaqdadır. Az əvvəl qeyd etdiyim resept də yəqin elə bu imiş. Bugün bəlkə də yetim Eyvazdan daha dəyərli mətnlər yazan, bəlkə də daha yaxşı şeirlər yazan şairlər var ki, ayaqlarını o qədər həmin şeirin yanında yerə vururlar ki, insanlar, oxucular həmin tappıltıdan şeiri sevməyə imkan tapa bilmirlər. Ona görə də əziz dostlar, biraz da rahat olun, biraz da yetim olun, biraz da Eyvaz olun ki, həm də seviləsiz. Allah rəhmət eləsin.